Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Sinar yayımlarının Yarpaq test vəsaitindən izahlarımız davam edir. 32-ci testin izahı ilə qarşınızdayıq. Mövzumuz məsələ həlli, yəni 2 rəqəmli ədədə vurulmaya aid tapşırıqlar, yəni mövzular keçmişdik. Həmin mövzuya aid tapşırıqlar yerinə yetirmiş olaraq. İlk tapşırıq 1-dən başlayırıq. Görək 1-də nə yazır? Yazır ki, 1 kiloqram dana ətinin qiyməti 17 manatdır. 16 kiloqram dana ətinin qiyməti neçə olar? Biz bilirik ki, qiymət 17 manatdır, yəni 1 kiloqrama verilən pul və 16 kiloqram alınarsa, o zaman 16-ya vurmuş olarıq. 17-ni 16-ya vurur. 6 dəfə 7, 42, 2 yazırıq 4 yadda. 6 dəfə 1-in 6, o da 4, 10 etmiş olacaq. Bir də 17-yə vuranda 17, bunlardan indi toplayırıq. 2, 7, 2, 272 doğru cavab D variantı. 2-yə baxırıq, yazır ki, 42 qutunun hər birində 234 muncuq var. 42 qutuda cəmi neçə muncuq var? Muncuqların ümumi sayını tapmaq üçün bir qutuda olan muncuq sayını, yəni 234-ü vurmuş olaraq qutuların sayına 42-yə. 2-ni 234-ə vursaq, bunu şifahi olaraq yaza bilərik. Bu da 468 edir. 4-ü 4-ə vursaq 16, 6 yazırıq. 1 yadda 4-ü 3-ə vurmuş olsaq 12, o da 1, 13, 3 yazırıq. 1 yadda 4-ü 2-ə vursa 8, o da 1, 9. Bunları da toplamış olsaq 8 burada, 2 burada, 1 yadda 4 ilə 3, 7, o da 1, 8, bu da 9. 9828, 9828 C variantında var. Növbəti 3-cü tapşırığa baxırıq. Yazır ki, mağazada hər gün 1236 kiloqram qənd satılarsa, 2 həftəyə neçə kiloqram qənd satılar? Biz bilirik ki, 2 həftə neçə gündür? 14 gün olmuş olur. Onda bir gündə satılan qənd sayını, yəni ki, kütləsini 1236-nı günlərin sayı 14-ə vurmuş olarıq. 4-ü vursaq 6-ya 24, 4 yazırıq. 2 yadda 4-ü 3-ə vursaq 12, o da 2, 14. 1 yadda 4-ü 2-ə vursaq 8, o da 1, 9. 4-ü 1-ə vururuq, bu da 4 etmiş olur. 1-i vursaq 1236 ilə 1236 etmiş olacaq ki, və bunları toplayırıq. 4 gəlir, 0 gəlir, 3 gəlir. Yəni burada 7, burada da 1. 17304 etmiş olacaq ki, 17304 də D variantında var. 4-ə baxırıq. 4-də yazır ki, 200-lük 5 onluq 8 təhrik ədədini 3854-ə vursaq, hasil neçə olacaq? 200-lük 5 onluq 8 təhrik 258 etmiş olacaq ki, onda bu zaman 3854-ü 3854-ü vurmuş olaraq 258-ə. 258-ə. 8-i 4-ə vursaq 32, 2 yazırıq. 3 yadda 8-i 5-ə vursaq 40, o da 3, 43. 4 yadda 8-i 8-ə vursaq 64, o da 4, 68. 8 yazırıq 6 yadda. 8-i 3-ə vurur 24, o da 6, 30. 5-i vurmuş olsaq 4-ə 24, 2 yadda 5-i 5-ə vursaq 25, o da 2, 27. 2 yadda 5-i 8-ə vursaq 40, o da 2, 42. 4 yadda 5-i 3-ə vursaq 15, o da 4, 19. Daha sonra 2-ni 4-ə vursaq, eləyəcək, üzrü sayasız. 2-ni 4-ə vursaq 8, 2-ni 5-ə vursaq 10, 1 yadda 2-ni 8-ə vursaq 16, o da 1, 17. 1 yadda 2-ni 3-ə vursaq 6 etmiş olacaq ki, 6, o da 1, 7 yazmış olur. Və bunları toplayırıq. 2 burada, 3, 8, 15, 23, 3 yazırıq. 2 yadda 2, o da 2, 4, 3, 9, 19, 9 yazırıq. 1 yadda 1, 7, 8, o da 1, 9. Necə 994332. 994332 də B variantında verilmişdir. Yenə də diqqətli olarsınız, hesablamalar zamanı bəlkə də gözümdən qaçan nə isə ola bilər. Onu çalışın ki, hesablamanı özünüz yerinə yetirəsiniz. Yəni dəqiq olaraq yazmış olarsınız. Davam edirik növbəti tapşırıq 5-nə. Yəni əsas məqsəd burada hesablama, yəni bu məsələni necə yerinə yetiriləcək?
nə olunacaq? Bunun həlli yolu göstərilmiş olur. Həllini özünüz etməyiniz lazımdır. 5-ə baxırıq ki, düzbuğanın eni 32 sm, uzunluğu isə 126 sm. Bu düzbuğanın sahəsi nə qədərdir? Birinci sahəni tapmağın yolunu bilməliyik. Sahəni tapmaq üçün enini uzunluğuna vururuq. Burada da eni 32-dir, uzunluğu da 126-dır. Deməli 126-nı 32 və 32-ni 126-ya vurmuş oluruq ki, alt-alta yazar 126 vurulsun 32. 2-ni vursaq 126 edəcək 252. 3-ü də vurmuş olsaq 126-ya, bu da edəcək 378 etmiş olacaq. Buna da 378. Bunları toplayırıq. Burada 2, burada 3, burada 0, burada 4. 4032 kvadrat santimetr. Bu da B variantında verilmiştir. 6-ya baxırıq. Yazır ki, fermada 10236 toyuq var. Hər toyuq bir ay ərzində 25 yumurta yumurtalasa, fermadakı toyuqlar bir ay ərzində cəmi neçə yumurta yumurtalayarlar? Bunun üçün də biz 10236-nı 10236-nı vurmuş olarıq 25-ə. Xətti çəkirik. 5 dəfə 6 30, 5 dəfə 3-ün 15, o da 3 18, 5 dəfə 2 10, o da 1 11, burada 1, burada da 5 yazmış olarıq. 2-ni vursaq 6-ya 12, 1 yatdı, 2-ni 3-ə vursaq 6, o da 1 7, 2-ni 2-yə vursaq 4, 2-ni 0-a vursaq 0, 2-ni 1-ə vursaq 2 etmiş olur. Toplayırıq bunları. 0, 0, burada 8 ola 1, 9, burada 5, burada da 5, burada da 2. 255.900. 255.900 da A variantında verilmiştir. 7-yə baxırıq ki, fikrimdə tutduğum ədəd 2653 ədədindən 145 dəfə böyükdür. Fikrimdə tutduğum ədəd hansıdır? Neçədir? Fikrimdə tutduğum ədədi tapmaq üçün 2653-ü 145 dəfə böyütmək üçün 145-ə vurmaq lazımdır. Ona görə yazır ki, 2653 vurulsun 145. 5-i 3-ə vursaq 15, 5-i 5-ə vursaq 25, o da 1 26. 5-i 6-ya vursaq 30, o da 2 32. 3 yadda 5-i 2-yə vursaq 10, o da 3 13. 4-ü 3-ə vursaq 12, 1 yadda. 4-ü 5-ə vursaq 20, o da 1 21, 2 yadda. 4-ü 6-ya vursaq 24, o da 1, o da 2 26, 2 yadda. 4-ü 2-yə vursaq 8, o da 2 10 etmiş oldu. 1-i 2653-ə vursaq elə 2653 etmiş olacaq. Və bunları toplayırıq. Burada 5, burada 8, burada 6, burada 9, o da 5. 14, 1 yadda, 6, 1, 7, o da 1, 8, burada 2. 284.685, 284.000, bir dənəsi yadda qalmış. Və baxaq, 1 üstəgəl 6. Fikrimdə tutduğum ədəd hansınsa yaddan çıxartmışıq. Yox, burada 2 eləmir axı. 1-in üstünə 2 gəldi, 3 eləyir. 1-in üstünə 2 gəlmiş, bu 1-i yaddan görməmişəm. 7 neçə? 384.685, bu da A variantında var. Görürsünüz ki, gözümüzdən qaçan nəysə olur, hər zaman diqqətli olun. Keçirik 8 nömrəyə tapşırıq. Yazır ki, hər birinin uzunluğu 35 cm olan 24 lenti bir-birinə bağlasaq, alınan yeni lentin uzunluğu neçə santimetr olar? Deməli, 24 dənə lentdə hərəsi də 35 cm. Bunun da ümumi uzunluğunu tapmaq üçün 35-i vurmuş olarıq 24-ə. 4-ü 35-ə vurmuş olsaq edəcək 140. 2-ni də 35-ə vursaq edəcək 70. Bunları da toplamış olsaq 0, 4, 840 etmiş olur ki, doğru cavab C variantında var. Növbəti suala baxırıq. Görək növbəti sualda nə yazır? Yazır ki, yeni tikilən 106 binanın hər biri 16 mərtəbəlidir. Hər mərtəbədə 3 mənzil varsa, yeni tikilən binalarda cəmi neçə mənzil var? Biz ilk öncə taparıq ki, 16 mərtəbəli binadır. Hər mərtəbədə 3 mənzil varsa, bir binada neçə mənzil var? Bunun üçün 16-nı vurmuş olarıq 3-ə. Bu da bərabərdir. Bir binada 48 mənzil var. Və bu cür tikilən 106 bina var ki, o zaman 48-i 106-ya və yaxud da 106-nı
48'ə vurmuş olarıq. 8 dəfə 6 48 etmiş olacaq. Bu da 8 yazırıq. 4'ü də 106'ya vurmuş olsaq, bu da 424 etmiş olacaq. Bunları da toplamış olsaq 8 8 0 5 5088 cavabı A variantında var. Ona baxırıq ki, Respublika üzrə keçirilən imtahanda hər məktəbdə 85 şagird iştirak etməlidir. İmtahanda 1747 məktəb iştirak edirsə, neçə şagird iştirak edir? Deməli, 1741 dənə məktəbin hərəsində 85 şagird. O zaman 1741'i buradan yazırıq. 1741'i vurmuş oluruq 85'ə. 85'ə vurmuş olsa 5 dəfə 1'in 5, 5 dəfə 4'ün 20, 5 dəfə 7 35, o da 2 37, 5 dəfə 1'in 5, o da 3 8, 8 dəfə 1'in 8, 8 dəfə 4'ün 32, 8 dəfə 7 56, o da 3 59, 8 dəfə 1'in 8, o da 5 13 etmiş oldu. Bunları toplasaq 5, 8, 9, 7, 4, 1. Necə 147.985. 147.985'də B variantında var. Növbəti 11-ci tapşırığa baxırıq. Yazır ki, kitabxanada 5275 kitab var. Bir kitab 376 səhifədən ibarətdir. Kitabxanada kitabların cəmi neçə səhifəsi var? Ümumi səhifələrin sayını tapmaq üçün kitabların sayını bir kitabda olan səhifə sayına vurmağımız lazımdır. Yəni ki, biz burada rəngini dəyişək. 5275 kitabı 5275'i vurmuş olaraq 376'ya 376'ya. 6 dəfə 5'in 30, 6 dəfə 2 45, yəni 3'də yatdaydı. 6 dəfə 2 12, o da 4 16, 1 yatdı. 6 dəfə 5'in 30, o da 1 31. 3 dəfə 7 35. 3 dəfə deyirəm. 7 dəfə 5'in 35. 7 dəfə 7 49. 9, o da 3 52. 2 yazırıq, 5 yatdı. 7 dəfə 2 14, o da 5 19. 7 dəfə 5'in 35, o da 1 36. 3 dəfə 5'in 15. 3 dəfə 7 21, o da 1 22. 3 dəfə 2'nin 6, o da 2 8. 3 dəfə 5'in də 15 etmiş olur. Bunları toplayırıq. Burada 5, burada 5 değil. Burada 0, burada 0, 1 yatda, 6, 2, 8, 13, o da bir 14, 1 yatda, 12, o da bir 13, 1 yatda, burada 17, o da 1, 18, 1 yatda, 18, 1 yatda, 9, burada da 1 etmiş oldu. 1.983.400. 1.983.400 D variantında verilmiştir. Buranı silək. Növbəti tapşırıqla davam edirik. 12-ci tapşırıqda yazır ki, yeni salınan parkda 281 növ bitki əkilmişdir. Hər növdən 142 bitki əkilibsə, parkda cəmi neçə bitki əkilmişdir? Deməli, biz bilirik ki, bitki növləri 281'dir. Və hər növdən də 142. Bunu da vursaq 142. Taparıq ki, cəmi neçə bitki əkilib. 2'ni 1'ə vuranda 2, 2'ni 8'ə vuranda 16, 2'ni 2'yə vuranda 4, ola 1 5. 4'ü 1'ə vursaq 4, 4'ü 8'ə vursaq 32, 4'ü 2'yə vursaq 11. Yəni 8, o da 3, 11. 1 də 280, 1'ə vursaq 281 etmiş olacaq. Və bunları toplamış olsaq 2, 0, burada 7, 8, da 1, 9, burada 9, burada da 3. 39.902. 39.902 də D variantında var. 13-cü tapşırığa baxırıq ki, restoranda 72 kiloqram toyuq əti, bundan 12 dəfə çox mal əti istifadə olundu. Restoranda cəmi neçə kiloqram ət istifadə edildi? Bunu tapmaq üçün deməli biz bilirik ki, restoranda 27 kiloqram toyuq ətidir. Bundan 12 dəfə çox da mal ətidir. İlk öncə mal ətini tapaq. Görək nə qədərdir? 27'ni vurmuş olarıq 12'yə. 2'ni vursaq edəcək 54, bu da 27.
toplamış olsaq eləyəcək 324. 324 kiloqram. Restanda cəmi neçə kiloqramdır? Bunun üzərinə də 27 kiloqram toyuq ətini gəlmiş olsaq bərabərdir. Burada 1, burada 5, burada da 351 B variantında var. 14-də yazır ki, mağaza 15 litrlik bidonlarda su gətirildi. Mağazaya da yəni. Bidonların sayı 125 olarsa, mağazaya cəmi neçə litr su gətirilib? 125 dənə bidondur. Hərəsində 15 litrlik su var. 15-i 125-ə vurmuş o. 5 dəfə 125, 625, 70 olur. Bir dənə də 125, 125, 70 olur. Bunları toplamış olsaq 5, 7, 8, 1, 1875, 1875 C variantında var. Və 15-ci tapşırıqda yazır ki, pambıq yığımında gün ərzində 1180 kiloqram pambıq yığıldı. Belə davam etsə 2 həftə ərzində neçə kiloqram pambıq yığılar? 2 həftə 14 gündür. Ona görə də 1180-i vurmuş olaraq 14-ə. 0 yazırıq, 4-ü 8-ə vursaq 32, burada 7, burada da 4. Biri də vursaq edəcək 1180, 1180. Bunları da nə edirik? Toplayırıq. 0, 2, 5, 6, burada da 1. 16520. 16520 A variantında var. Və son olaraq davam edirik. 16-cı tapşırıqda yazır ki, bir topda 95 metr parça varsa, 16 belə topda neçə metr parça var? Bu zamanda nə edirik? Yəni bir topda olan parçanın topların sayı miqdarına vurmuş olaraq. 95-i vurmuş olaraq 16-ya. Buradan da 6 dəfə 5-in 30, 6 dəfə 9, 54, o da 58 və 57, 70 olacaq. Bir də 95-ə vuranda 95, bunları da nə edirik? Toplayırıq. 0, 2, 10, 5, 70 olacaq. 1520 D variantında var. Bu qədər. Növbəti mövzumuz 33-cü testdə artıq bölmə olacaq. Yəni bölməyə aid tapşırıqlar. Bir çoxunuzun 2 rəqəmli və ya çox rəqəmli ədədlərə bölünməsində çətinlikləriniz var. İnşallah ki, zamanla, yəni bu tapşırıqlara qulaq asdıqca bu problemlərin hər biri aradan qalxmış olacaq. Sağ olun. Növbəti videoda görüşmək ümidi ilə.